Salam uşaqlar, bu günləri sizinlə sürət qrupunda paylaşdığım sualların izahına davam edeyim. Baxaq, ilk sualımız. Birinci sualdan başlayaq. Sual bu cürdür. Demək, A və B kranlarından axan su miqdarının zamanına görə dəyişməsini göstərən qrafik verilmişdir. Həcmi 100 litr olan boşluq hovuzunu doldurmaq üçün A kranı və boşaltmaq üçün B kranı eyni anda açılarsa, 9 saat açıq qalarsa, hovuzun neçə faizi dolmuş olur? Fikir veririksə, burada A kranı verilib. A kranı göstərir ki, 18 litri 2 saat açıq olur. 18-i 2-yə bölürük. 18-i bölürük 2-yə. Deməli, 1 saata 9 litr dolmuş olar. 1 saata 9 litr dolmuş olar, doldurar. Bu ekranı isə 15 litri 3 saata boşaldır. 15-i 3-ə bölürük və biz buradan 5 litri 1 saata boşaltdığını bilirik. Birinci doldurur, ikinci isə boşaldır kranda. Və ikisi birlikdə açıq qalarsa, fikir verirsə 100 litr boş hovuzu A kranı və boşaltmaq üçün B kranı ilə də açılarsa, 9 saat açıq qalarsa hovuzun neçə faizi dolmuş olar? Əvvəlcə biz 1 saata 9 litri doldurub, o biri isə 1 saata eyni anda açılarsa 5 litrini boşaltdığını bilirik. Deməli 9-dan 5 çıxırıq 4 litr. 4 litr bizdə 1 saata hər iki kran A və B kranı açıq qalarsa, biri doldurub, biri boşaldarsa 1 saata 4 litr su dolar bakan. Bizdə isə 9 saat açıq qaldığı üçün 9-u 4-ə vururuq, 36 litr dolar. Bizim bakımız nə qədər idi? 100 litr. 100 litrimiz bütün bak olur 100%. Hər ikisi açıq qalıb 9 saat işləyərsə, bu 100%dir. Bizdə isə dolub 36 litrimiz. Bəs neçə faizi dolmuş olar? X faizi. Artıq X bərabərdir. 36-nı vurursunuz 100-ə, bölürsünüz 100-ə. Deməli, tapırıq ki, 36 faizimiz dolmuş olar. Sualımızın cavabı neçə faiz dolmuş olar hovuzun? 36 faizi. Növbəti sualı keçid eləyək. İkinci sualımız. İkinci sual bu cürdür. Zalda hər stol arxasında 4 nəfər oturduqda 4 şagird ayaq üstə qalar. Hər stol arxasında 6 nəfər oturduqda isə 4 stol boş qalar. Mənim tutaq ki, stollarımın sayı, skamyakalarımızın sayı, stollarımızın sayı bilmirik neçə dənədir. X dənədir. Və uşaqlar 4-4 oturarsa bu skamyakalarda sayı uşaqların 4x olar. Və 4 ayaq üstə qalar. Ayaq üstə qalanlar üzərinə gəlirik. Tutaq ki, 6-6 otursalar uşaq sayı olacaq 6x. Sadəcə 4 yer boş qalacaq. Boş yerdən çıxırıq çünki uşaq yoxdur. Hər ikisi uşaqların sayını göstərir. Bərabərdir. 6x-dən 4x çıxırıq qalır 2x. Bərabərdir. 4-ün üzərinə 4 gəri olur 8. X olur. 8-i 4-ə 2-yə bölürük 4. Skamyakaların sayı olur 4. Yerinə qoyuruq. 4 və 4 16. 16-ın üzərinə 4 gələndə 20 şagird. Digərində də yerinə qoysaq uşaq sayını göstərir. 4 və 6 24-dən 4 çıxırıq 20 şagird. İndi isə növbəti sualımıza baxırıq. Sualımızın cavabı 20 şagird oldu bu arada. Növbəti 3-cü sualımıza baxırıq. 3-cü sualımız da bu cür olur. Deyir ki, 2 şagird birlikdə 210 səhifəni neçə dəqiqəyə oxuyar? Deməli, birinci şagird 18 səhifəni 20 dəqiqə oxuyur. Fikir verirsinizsə, 18 səhifəni 20 dəqiqə, 18-i bölürük 20-yə, bərabər olur 0.9. Səhifənin 0.9 hissəsini 1 dəqiqəyə oxuyar. Digər ikinci şagird isə fikir verirsə 15 səhifəni 30 dəqiqəyə
oxuyar. Deməli biz burada 15 səhifəni bölürük. 15 səhifəni bölürük 30 dəqiqəyə. Olur 0.5. Nə olur? 1 dəqiqəyə. Səhifənin yarısını oxuyur. Hər ikisi eyni vaxtda oxuyarsa 0.5x və digəri 0.4x. Neçə dəqiqə oxuyarlarsa o qədər eyni vaxtda oxuyurlar. Eyni vaxtda x dedik. Gəlir neçə səhifə edir? 210 səhifə. Bunları toplayırıq. 1.4x bərabərdir 210. X də bərabərdir 210-u bölürük 1.4-ə. Sürət və məxrəcin hər birini ona vururuq. Olur 2100 bölünsün 14. 7-yə gedir 2. 7-yə xəsər aparırıq 300. 300-ü 2-yə böləndə 150. Hər ikisi birlikdə 150 dəqiqəyə oxuyarlar kitabı. Və sonra növbəti sualımız dördüncü sualda demək olur Səid, Arif və Fərid birlikdə 210 səhifə oxuyur. 240 manat pulları var. Səidin pulu Arifin pulundan 2 dəfə çoxdur. Arifə x deyiriksə Səidə 2x deyirik. Fərdin pulu isə 10 manat azdır Səidin pulundan. 2x çıxılsın 10. Hamısının birlikdə cəmi 240 manat pulları var. 2x, x və x-ları bunları toplayırıq. 5x çıxılsın 10 bərabərdir 240. 5x bərabərdir 240-ın üzərinə gəlir 10. 5x bərabərdir 250. Və x bərabərdir 250-ni bölürük 5-ə. X də olur 50. Demək, Səidin 2x, yəni 50-ni 2-yə vururuq 100 manat. Arifin x, yəni 50 manat. Fərdin isə 50-ni vururuq 2-yə 100. 100-dən 10 çıxırıq 90 manat Fərdin pulu var. Və nəhayət sonuncu sualımıza keçid edirik. Sonuncu sual bu cürdür. İki maşın müəyyən yolu 48 km/saat sürətlə 8 saata gedir. 6 saat getməsi üçün sürət nə qədər olmalıdır? Və burada sürətlə zaman tərs mütənasibdir deyə düz vururuq. 48-i vururuq 8-ə bölürük 6-ya. 6-ya gedir 1, 6-ya gedir 8, 8-ə 8-imiz neçə edir? 64. Deməli, maşın bu yolu 6 saat üçün sürəti nə qədər olmalıdır? 64 km bölünsün saat olmalıdır və bu da sonuncu sualımızın izahı. Bu qədər. Növbəti sualların izahında görüşənədək.